Salam, hörmətli izləyicilər, hörmətli professorumuz Yaşar İbadov qonağımızdır. Yaşar müəllim, xoş gördük. Xoş gördük, Necə gedir İrana işlər? xanım. Şükür Allaha, hər şey yaxşıdır. İnşallah arzu eləyək ki, daha yaxşı olsun. Öncədən mən də dinləyicilərimizi salamlayıram. Elmimiz haqqında danışmaq mənə həmişə çox xoşdur. Çünki bu elm elə mənim öz həyatımdır. Yaradıcılıq məhsulu olaraq mən bütün varlığımı, həyatımı bu elmdə tapmışam. Bu yeni bir elmdir. Bu elmin metodikası tədricən yarandı. Mən bildiyiniz kimi tibb universitetini qurtarmışam, adi bir həkim kimi fəaliyyətə başlamışam. Fəaliyyətim dövründə bir deyək ki, professional həkim kimi tanınmışam. Hətta başqa xarici ölkələrdən yanıma xəstələr gətirirdilər. Ancaq mən hər bir zaman görürdüm ki, müəyyən problemlər var ki, tibbi elmi onun qarşısında acizdir. Ona görə mən yeni bir yollar axtarmağa başladım. Nəticə etibarı ilə gəlib tibbi psixologiya elminin yeni bir sahəsinə şahid oldum. Bu sahə sonradan mənim tədqiqatlarım nəticəsində formalaşdı və mən bu elmi ilk dəfə Moskva şəhərində müəlliflik hüququ aldım 2003-cü ildə. Sonra 2006-cı ildə beynəlxalq patent aldım, Evraziya patenti və bütün dünyaya sübut elədim. Demək olar ki, ekspertlər mənim metodikamı, bu elmin yeniliyini təsdiq və yəni sənədli şəkildə sübuta getirildi və mən bu elmin məktəbini yaratdım. Mən gördüm ki, bu elm təkcə mənim üçün deyil. Təbii ki, gələcək nəsillərdə yeni kadrlar hazırlamalıdır. O kadrlarda öncə öz xalqımıza, sonra bütün dünya səviyyəsində insanlığa xidmət yolunda yeni imkanlar açacaqdır. Buna görə də biz bu elmin məktəbini yaratdıq. Təhsil Nazirliyi mənə bu elmin tədrisi ilə bağlı təqvim tematik planını tərtib etdik və onu təsdiq elədi. Həmin təqvim tematik planın əsasında biz bu elmin tədrisinə başladıq və mən bu elmi tədris elədim. Hal-hazırda bizim çoxlu sayda kadrlarımız vardır və müasir dövrdə bu elmə olan böyük diqqət və marağı nəzərə alaraq, xüsusilə elmimizin inkişafında Oxford Akademiyasında bizim elmin, yəni alternativ psixologiya elminin departamenti açıldı və mən həmin departamentin rəhbəri təyin olundum. Sonra isə çox bir az vaxt keçmişdi ki, Azərbaycanda məni yeni bir iş sahəsinə, yəni əslinə qalanda Ekoenergetika Akademiyasına seminar keçirilməsinə dəvət aldım və həmin seminar çox yüksək belə qiymət aldı. Sonra mənim üçün, mən gözləmirdim, sanki bir sürpriz kimi yeni bir şöbə açıldı, tibbi biologiya və ekologiya şöbəsi və həmin şöbənin rəhbərliyi də vitse-prezident olaraq məni ora işə qəbul elədilər. Hal-hazırda deməli miqyaslı şəkildə çox yeniliklər mövcuddur ki, bu yeniliklər öz təsdiqini almaqdadır. O cümlədən artıq qeyd eləmək olar ki, mən bu elmin nəticələrini Nobel mükafatına təqdimat eləmişəm və Nobel mükafatı namizədiyəm. Hal-hazırda 9 ölkənin akademikiyəm və titullarımı saymaqla qutaran deyil, sadəcə məlumat üçün bunu məcburam sizə bir neçə kəlmə deyim. Müasir dövrdə alternativ psixologiya, o elm ki, mən müəllifiyəm, bu elmin o qədər gözəl imkanları var ki, bu elm müxtəlif elm sahələrində çox gözəl tətbiqi imkanlar açır. Məsələn, biz folklorumuzu, mədəniyyət tariximizi, baxmayaraq ki, bu tibbi psixologiya sahəsidir, amma bu elmin metodologiyası imkan verir ki, biz deyək ki, obyektlərin informasiyasını şəkil formasında proyeksiya edirik, enerjinin informasiya şəklini çəkirik və əldə olunan informasiya şəkillərini, qrafik təsvirləri analiz edərək orada mövcud olan informasiyaları açıqlayırıq.
Mən Yaşar müəllimi bir 13 il, 14 il bundan öncədən tanıyıram. Mən Yaşar müəllimin yanına ilk dəfə gələndə, onda olan, misal üçün gəlirsən, burada oturursan, nəsə öz elmi var da, bu elmdən mənə elə gəlir ki, mən ilk dəfədir görmüşəm. Bu yaşım illər uzunu, bu elmi mən bilmərəm. Mən yəni ki, öz işim haqqında daha geniş danışa bilərəm. Hər dəfə də sual verirəm ki, siz neyinirsiniz belə olur da? Yəni o Yaşar müəllimin öz elmi var. Mən deyirəm ki, bunun gərək elmini izah edib nəsə kitab buraxılsın ki, bu insanlar da bilsin bu elmi. Psixologiyanın mənə elə gəlir ki, bu da bir növüdür. Yaşar müəllim nədirsə bilməm, nə gücdür bilmirəm, bu elmdir, ya istedaddır, ya Allahdan verilən bir gücdür. Nədirsə özüm mən görmürəm orada, nədirsə çəkir, ya neyinir, onun da öz elm dilindən gözləmir. Bu insanda elə bir günə ki, beyindən elə bir energetika, göylə enerji verir sənə. Yəni, və çox rahatlanırsan. Burada məsələn, mənim işimlə əlaqədar mən o qədər yorğun oluram, həmişə göz qarşısındayam. Mən bu şüalara, göz şüaları olur, bunlara, belə şeylərə çox inanamam. Onun üçün istər-istəməz insanın canında həm yorğunluq, həm ağırlıq ola bilir. Mütləq, bu olur. Amma ona görə də Yaşar müəllim öz elmi ilə orada nə çəkir, neynir və bir də onun bəzi saat var, misal üçün fərqli qolda olur, fərqli işləyir. Sonra evə bizə verib gecə lampası kimidir, çox maraqlıdır, o da tərsinə işləyər. Sonra deyim sizə, illərlə həmişə məndə görürlər, bunu efirdə də olur, çox vaxtı. Misal üçün, mən bunu taxıram, həmişə məndən görürlər, deyirlər, bu nədir? Qara enerjidən qoruyur mənə elə gəlir. Sonra eynək var idi, 2013-cü ildə Vaşinqtonda itirdim. Elə bir deyirəm, itirmişəm, mən ondan istəyirəm. Sonra bu günləri Yaşar müəllim mənə söz verir. Bunun həmişə biz görürük də, belə balaca da. Bunun sonra bildim ki, bu işığın özünün, daşın özünün, yəni gücü var. Müalicəvi gücü var. Bu Himalay kristalıdır. Himalay kristalıdır. Ümumiyyətcə, bura gələndə insan rahatlanır. Mən ilk dəfədir belə şey haqqında çox danışıram. Mənim əvvəla bu bir elmdir. Mən bu şeylərə də inanmam ki, insanın gözündə, istər-istəməz insan özü öz çox istədiyindən deyirlər, öz evladına sənin nəzərin. Şua var axı, hər bir insanın gözündə, üzündə, beyində şua. Biz də həmişə göz qarşısında yorğun oluruq daha çox. Mən bura gələndə rahatlanıb gedirəm. Hətta yatıram rahat, buradan beyindən hiss eləyirəm ki, beynimdən nəsə qalxır. Doğrudan onu hiss eləyirəm, bunu ürəklə deyə bilərəm ki, hiss eləyirəm. Bilirsiniz ki, mən oldusa, varsa yalan məndən uzaqdır, olan şeydir deyəcəm, olmayan şey də deməyəcəm. Bu alternativ psixologiya elmindən neçə illərdir istifadə edirsiniz? 2012-ci ildən bəri gəlirəm. Olur ki, bəzən nömrəni, telefon itəndə nömrə itir, axtarıram. Bu yaxınlarda başqa yerdə idi yeri. Neçə vaxtı tapırdım yer. Deyirdim, ay Allah, görürsünüz, iş çox olur da gəlib getməyə görə. Özdə, baxma, savadlı insan dünya görüşü, həyata baxışı, İnsan gərək, mən bunu həmişə evdə də olanda, bir də görürsən ki, insanla, sizinlə tutaq ki, danışır, yəni İraq sizdən də, danışırsan, enerjini ala bilmirsən, istəmirsən o adamla danışasan. Elə adam var ki, enerjisi sənə ağır gəlir. Bu yerdə oradan olur. Mənim bir işçim var idi. Hər şey gördü, amma o qadın mənim otağımın yanından keçəndə hətta özümü pis istəmirdim, yəni ki, acı gəlirdi mənə, enerjisi ağır idi. Mən belə şeylərə çox inanıram. Görürsən ki, aura deyirlər, aurası yaxşıdır, aurası pisdir, bu söhbətlər olan şeydir. Mən bilirəm, mənim auram çox yaxşıdır, mən hara gedirəmsə, ora pozitivlik gəlir, çox işıq yayılır. Bu məndə bəlkə də adımdan doğub, bəlkə də Allah ilə gətirdi, çıxartdı ki, mən Yaşar müəllimi tapdım. Yəni, ondan mənə çox gözəl, deyim sizə, neyinirsə yenə də o elmi bilmirəm. Mənə elə gəlir ki, o elmi
bilmirlər də hələ. Qaldığımız Ancaq onu Yaşar İbadov bilə bilər. Yaşar müəllimə heç gəlib demək heç ehtiyac yoxdur. Heç Yaşar müəllim heç ömür boyu mən illərdir tanıyıram. Reklama da ehtiyacı yoxdur. O qədər adamlar gəlir, heç ona yazılırlar gəlməkdən ötürü, gərək vaxt olar. Dediyim kimi, bu yeni bir elmdir. Yeni deyil, bəlkə də bunun kökü var, bizlər bilmirik. Bu bir də psixologiyanın bir qoludur. Onu da Azərbaycanda Yaşar İbadov bilir. Ondan başqa mən ikinci bir insan da bu illər ərzində görməmişəm. Və əgər mənə yəni mən özümdə o rahatlığı gələndə yorğunluğun çıxmağını hiss eləməsəydim, mən təbii ki, ikinci dəfə, üçüncü dəfə gəlməzdim. Bu 15 il ərzində mən əgər gəlirəmsə, mən axtarıramsa, deməli böyük bir güc var. Bu da bir elmdir. Onu da yəni məktəbi var, elə bir onun da yolu var. O Yaşar İbadov ancaq onu bilir. Arzularınız Yaşar? Can sağlığı və həmişə belə elminizlə olun insanları, çünki müalicə edirsiniz. Bəzi xəstələr var ki, doğrudan da gəlib müalicə olunurlar. Hər bir insanın, misal üçün, məndə yorğunluqdursa, başqa birində başqa bir problemi varsa, mən inanıram ki, o xəstəliyi də Yaşar müəllim müalicə eləyər öz elmi ilə. O elm, mən də yenə də deyirəm, çox çətin bir elmdir. Onu hər kəs bilməz. O Allahın vergisidir, istedadıdır və öz üzərində işləməklə, dərinliyini oxumaqla ona görə alim olub da elə. Onun üçün olub ki, bilir. Onu biz bilmərik, amma mən inanıram ki, o başqa-başqa xəstələrdə müalicə eləyər. Özü, o his, o qüvvə mən Yaşar İbadovda görürəm. Çox sağ olun, təşəkkür edirik sizə. Təşəkkür edirik, çox sağ olun. Sağ ol canım. Bu sahədə çoxlu sayda misallar göstərmək olar. Ancaq məni bugünkü söhbətimdə ən əsas maraqlandırır ki, mən özümü bir alim kimi borclu bilirəm ki, bu elmin metodologiyasını daha geniş şəkildə tədris edək, yeni kadrları hazırlayaq. Çünki ömür müvəqqətidir. Biz də gələcək nəsillər üçün yeni kadrların hazırlanması məqsədi ilə Ülkər Tibbi Psixoloji Mərkəzin əsasında onların təşəbbüsü ilə Ülkər Psixologiya Mərkəzi xətti ilə biz yeni kurslara start veririk. Və bu kurslarda pedaqoji təhsili olanlar, psixoloqlar, pedaqoqlar, sonra müəyyən sahələrdə elmi tədqiqatlar aparan elmi adamları, tələbələr, deyək ki, magistraturada fəaliyyət göstərən, hətta elmi iş götürüb elmi işini davam elətdirmək istəyən və bir çox sahələrdə mütəxəssis olan kadrları sanki ikinci bir təhsil olaraq deməli kurslar təklif edirik. Bu kurslar bizə nə verəcək? İlk növbədə insanın sağlam, xoşbəxt həyat yolunu reallaşdırmaq üçün o özü nəyə qadirdir? Biz bunların sirrini açırıq. Yəni, insan özü özünə kömək edə bilərmiş və biz bunun sirrini açırıq. Burada biri var, bizim hazırladığımız kadrlar. Onlar cəmiyyətə bu istiqamətdə məlumat verəcək. Bir də var ki, hər hansı bir kəs bu ilmin sirlərini öyrəndikdən sonra özü özünə kömək edə bilər. O necə baş verir Yaşar? Bax, elə maraqlısı burasındadır ki, çox qədim zamanlardan mövcud olan belə bir elm var. Yəqin ki, dinləyicilərin çoxu bu haqda ətraflı məlumatı var. Bu sahə adlanır art terapiya. Yəni, yaradıcılıq yolu ilə müalicə. Sən demə, insan öz yaradıcılıq enerjisini sərf etdikcə o özü özünə psixoreabilitasiya edici kömək edə bilərmiş. Və art terapiya özü qədim elmi olsa da, bu elmin bir çox müxtəlif istiqamətlərdə fəaliyyət göstərən növləri, şaxələri, qolları var. Və alternativ psixologiya olaraq bizim metodologiya art terapiyanın qrafik təsvirlərlə olan qolunda yeni bir mərtəbə açdı. Bu mərtəbədə biz alternativ psixoloq olaraq art terapiya ilə məşğul olan hər bir kəsin
hansı anda həmin o fəaliyyəti dayandırıb bizim metodla fəaliyyətini davam elətdirməyin nöqtəsini, yəni başlanan anını onlara göstərə bilirik və həmin andan onlar özlərinə daha yaxşı və daha gözəl nəticələrlə xidmət qura bilərlər. Bax, bu sirləri xalqımıza çatdırmaq üçün cəmiyyətimizdə daha gözəl, sağlam, yəni iradəli, hər tərəfli, abstrakt təfəkkürü güclü şəxsiyyətlər yetişdirmək üçün bizim bu elmə böyük ehtiyacımız var. Necə ki, mən müəllif olaraq Azərbaycanlı ola, nəyə görə mən bunu gedim İngiltərədə, Oxfordda, məsələn, bunu tədris eləyim, dünya miqyasında yeni kadrlar hazırlansın, ancaq mən özümü daha borclu bilirəm ki, biz daha yaxşı olar ki, ilk növbədə öz Azərbaycanımızda birinci növbədə belə kadrları yetişdirək ki, onlar bizim xalqımıza daha geniş miqyaslı xidmət qura bilsinlər. Yaşar müəllim, siz Azərbaycanda böyük bir elmin əsasını qoymusunuz, alternativ psixologiya elmi. Mənə belə gəlir ki, bəlkə gələcəkdə ehtiyac olacaq bunun bir məktəbini yaratmaq, bunu universitetlərdə təbii ki, tədris olunsun bu elm. İndi mən sizə... Bununla bağlı nə fikirləriniz var, maraqlıdır? Mən sizə deyim ki, Təhsil Nazirliyinin təsdiq etdiyi təqvim tematik planı bizə hələ 2006-cı ildən bu yana icazə verir ki, yəni əsas verir ki, hüquqi cəhətdən biz istədiyimiz hər hansı bir ali təhsil ocağında bu elmi tədris eləyək. Ancaq qeyd edeyim ki, bunun bu cürə hansısa bir institut nəzdində fəaliyyətini qurmaq bəlkə də deyərdim ki, məhdudiyyət yaradardı. Biz ona görə ilk növbədə çalışdıq ki, bu elmin özünü, yəni deyək ki, bir beynəlxalq səviyyədə bir məktəb yaradaq. Məhz Oxford Akademiyasında bizim elmimizin departamentinin açılmağı, deməli, beynəlxalq səviyyədə belə bir məktəbin yaranması haqqında bir faktdır, sübutdur. Ona görə də biz kurslarımızda gəlib tədris alan, bizim elmi öyrənən adamlara Oxford Akademiyasının Oxford mühürü ilə sertifikatını verməyə, yəni icazəliyik və onlar bizə bu titulu veriblər ki, biz burada təhsil alan həmin o kadrlara o cürə sertifikatlar verəcəyik. Bu kursların müddəti nə qədər olacaq? Kursların müddəti, deməli, bizim təqvim tematik plan, Təhsil Nazirliyində təsdiq olunan təqvim tematik plan 72 saatlıqdır. Biz onu praktika ayında əlavə eləyərək 3 aylıq bir kurs keçəcəyik. Kursdan sonra həmin o kadrlar sertifikatlarla təmin ediləcək və sonra da bu elm inkişaf elədikcə onlar həmin o kursların deyək ki, yenilənmə bir fazalarını keçəcəklər ki, bu elm gündən-günə yenilənir və yeni əldə olunan nailiyyətlərlə onları əlavə olaraq tanış edəcəyik. Yəni, onların gələcəkdə inkişafını da təmin etməyi özümüzə məsuliyyət olaraq götürürük boynumuza ki, onlar daha yaxşı kadrlar olsun. Dünya miqyaslı kadrlar içərisində heç də geri qalmasınlar inşallah. İnşallah ki, siz bu elmi daha da təkmilləşdirib yayacaqsınız. İstəyirsiniz ki, elmi öz xalqımıza, öz vətənimizdə daha da yayasınız. Çünki bu elm, İradə xanım, bu elm Azərbaycanda yaranıb. Məni dəfələrlə xarici ölkələrə dəvət ediblər ki, mən köçüm, məsələn, o xarici ölkə hər hansı bir ali təhsil ocağında bu elmin kafedrası açılsın, orada bu işləri qurum. Həmişə mən o təklifləri inkar eləmişəm, qəbul eləməmişəm. Ancaq axırıncı təklif olan Oxford Akademiyasından mənə xahiş elədilər ki, sizin burada departament açılsın, elminizin departamenti. Mən onu inkar edə bilmədim. Çünki zaman yetişmişdir, bizim elmimizin tədqiqatları o qədər gözəl nəticələr verir ki, xüsusilə qeyd edək ki, Avropa keyfiyyət lisenziyasına layiq görülmüş mənim ixtiraçı alim kimi ixtira elədiyim ixtiralar, harmonizatorlar, aparatlar, bu yeniliklər çox böyük keyfiyyət göstəriciləri ilə, effektlə
xalq tərəfindən istifadə edilir və gözəl nəticələr əldə edilir. Ona görə də bu elmi beynəlxalq səviyyədə yaymaq lazımdır ki, mən bu məqsədlə Oxford Akademiyasının təklifini inkar etmədim, razılaşdım və artıq biz bu fəaliyyətə başlamışıq. Həmin fəaliyyətində Azərbaycanda elə bir ki, xəttini davam eləməkdən, sanki biz elə bir yol seçdik ki, həm dünya miqyasında bu elmi inkişaf etdirək, həm də paralel olaraq Azərbaycanda bu elmin tədrisi geri qalmasın. Ona görə də yeni kadrlardan hazırlanması bizim qarşımızda duran ən, deyərdim ki, müqəddəs vəzifələrimizdən biridir. Bir alim kimi, bir müəllim kimi mən bunu özümə çox böyük müqəddəs borc bilərək istəyirəm ki, daha geniş miqyaslı xalqımıza xidmət. Əlbəttə, biz bu elm özü elə insanlığa sevgidən yaranmışdır, insanlığa kömək eləmək. Söhbətimin əvvəlində mən dedim ki, xəstələrə daha yaxşı kömək eləmək üçün mən yeni elmi xətlər axtardım. Və bu alternativ psixologiya elminə ona görə yiyələndim ki, hal-hazırda bu elm tibb elminin gücü çatmayan və müalicəsi olmayaraq, müalicəsini inkar edən bir çox xəstəliklərin müalicəsini həyata keçirməyə imkan verir. Yəni, bu elmin metodologiyası dərmansız yolla çox ağır xəstəliklərin müalicəsini tapdı. Və həm də söhbətimizin ortasında mən qeyd eləmişdim ki, bu təkcə tibbdə təsdiq olunmuyub. Biz, məsələn, beynəlxalq patent alanda Yaşar İbadovun enerqa informasyon diaqnostika və müalicə üsulu adında bir patent almışam. Amma bu patentdən başqa bu elmi metodları dediyim kimi müxtəlif elm sahələrində öz tətbiqi sahələrini, istiqamətlərini tapmış və özünü sübut eləmişdir. Məsələn, fəlsəfədə, ondan sonra psixologiyanın özü elmimiz adlar. Ekologiyanın özündə hal-hazırda biz Ekologiya İnstitutunda, daha doğrusu akademiyasında belə bir departamenti fəaliyyətlərinə başlamışıq. Bu istiqamətdə mədəniyyət tariximizin öyrənilməsidir, folklordur, incəsənətdir. Məsələn, bizim müalicə vasitələri ilə apardığımız bu metodlarla biz hətta tariximizi belə öyrənə bilərik. Məsələn, bizim araşdırmalarda Dədə Qorqudun doğum və ölüm tarixinin təsdiq olunması, bu istiqamətdə bizim axtarışlarımızın mədəniyyət tarixi məsələ olan gətirdiyi yeniliklərdən biridir ki, bu da çox böyük bir sensasiya səbəb oldu və mən Dədə Qorqud mükafatına layiq görüldüm və İzmir Universitetində Dədə Qorqud haqqında apardığım tədqiqatlar haqqında mühazirə oxudum, oranın diplomuna layiq görüldüm və bunlar göstərir ki, bu elmin tətbiqi sahələri çox şaxəlidir. Burada biz bunu hələ təkcə tibbi psixoloq kimi, həkim kimi fəaliyyət göstərmək deyil. Burada müxtəlif elm sahələrində bu metodlarla daha böyük yeniliklərə qol çəkmək məsələsi var. Yenilikləri hakim olun. Niyə bunu Azərbaycan alimləri eləməsin? Və biz bu istiqamətdə yeni alimlərin yaranmasına bir təkan vermək istəyirik ki, bu elmə yiyələnməklə onlar gələcəkdə Azərbaycanı dünyada daha geniş miqyasda tanıtdıracaqlar. Biz bir alimlər ordusu kimi dünyaya çıxacağıq. Hər cəhətdən dünyada tanındığımız kimi bu elm sahəsində də, elmlər sırasında da özümüzə məxsus bir yer tutaq, bir qələbə çalaq inşallah. Sizə bütün işlərinizdə uğurlar arzulayırıq. Arzu edirik ki, bu kursların sayını çoxaldasınız. Başqa-başqa, yəni psixoloji mərkəzlərlə, xəstəxanalarla deyək də böyük miqyas alsın. Sizin bu elm həqiqətən də Azərbaycan cəmiyyətinə çox vacibdir. Allah sizə can sağlığı versin, uğurlarınız günü-gündən artsın. Biz də çox sevinək. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli izləyicilər, Milli TV-ni izləməkdə davam edin. Sağ olun, verişimiz sona yetdi.